Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalam dəfn mərasimində iştirak edəndə bir nəfərin uca gülüş səsini eşitdi. O həzrət buyurdu: sanki dünyada ölüm bizdən başqası üçün yazılıb. Sanki onda haqq bizdən başqasına vacib olub. Sanki gördüyümüz bu ölülər tezliklə yanımıza qayıdacaq müsafirlərdir. Biz onları qəbirlərinə qoyur, miraslarını yeyirik. Qəflətə elə qərq olmuşuq ki, elə bil onlardan sonra əbədi qalacaq. Bunlardan sonra biz ağır hadisə və məhvedici işlərin hədəfində olmağımıza baxmayaraq, bütün vaiz və öyüd verənləri unutmuşuq. Belə olan halda heç qəflət, unutqanlıq, gülüş və xəbərsizliyin yeridirmi?